Hətta tamaşa olur ki, kulis arxasında dava düşür. Paris Notre-Dame'a nazirliyə şikayət etmişdi. Təbii ki, sizi bəyənənlər kimi Bəyəndilər. Bəyəndilər. Mən teatrdan gedərəm. Tamaşa gedə-gedə mənim ayağım sınır. Wow. Paris Notre-Dame tamaşası. Təbii ki, hər sənətdə təbii ki, hər Elə bir tərəf müqabillərim olub ki, biz heç yəni kulisə çıxanda bir-birimizə salam vermirik. Var. Başlayaq. Bugün podkastimizdə xüsusi bir qonağımız var. Enerjisi, vokal performansı və xarizması ilə seçilən musiqi teatrının peşəkar və istedadlı aktyoru İbrahim Əlizadə bizimlədir. İbrahim bəy, xoş gəlmisiniz. Çox sağ olun. Səhnədə sizi alqışlarla qarşılamağa adət etmişik. Bugün isə səmimi bir söhbətdəyik. Təklifimi qəbul edib gəldiyiniz üçün minnətdaram. Mən təşəkkür edirəm. Çox sağ olun. Məndə də çox xoş oldu. Həqiqətən. Aktyordur, ifaçıdır. Bunlar, bu insanlar həmişə dəyərləndirdiklərini gördüklərində daha qürur hissi yaşayırlar. Daha belə rahat olurlar. Ruhən, mənən rahatlıq tapırlar. Dəyər verib gəldiyiniz üçün mən sizə minnətdaram. Çox Çox sağ təşəkkür olun. edirəm. Təbii Çox ki, sizin kimi sənətkarlara bizim səhnədə çox ehtiyacımız var. Sağ olun. Xüsusən də keyfiyyətli bir iş izləmək istədiyimiz an ilk elə sizlər kimi sənətkarları izləməyə qaçırıq. İzninizlə mən sehirli pərdəni biraz aralamaq və Buyurun. bugün birbaşa içəridən xəbərlər almaq istəyirəm. Buyurun. Səhnəyə çıxmazdan 5 dəqiqə əvvəl kulisdə nə baş verir? Özünüzə məxsus bir ritualınız, yaxud həyəcan boğmaq üçün etdiyiniz qeyri-adi bir şey varmı? Həyəcanım əvvəl olurdu. Yəni səhnəyə ilk addım atdığım dövrlərdə hardasa bir teatr səhnəsindən gedir söhbət. Aktyor kimi teatr səhnəsində 10 ilə yaxındır ki, artıq fəaliyyətim var. İlk gəldiyim rollarda, ilk debüt rolum Arşın Malalanda Süleyman rolu olub. Onun üçün həyəcanlı idim, çox həyəcanlı idim. İndiki ilə müqayisə olunmaz dərəcədə. Çünki nə qədər hazırlaşsam, istər-istəməz tamaşaçının qarşısına çıxmaq, özün olmamaq ən vacibi odur. Özünü təkrarlamamalısan. Süleyman obrazını yaratmalısan. Obrazın ağırlığı, dramatikliyi, yüngüllüyün fərq etmədən seçilməlisən. İbrahim olmamalıdır. İnandırmalısan ki, mən Süleymanım. Bəli. Onun çox böyük həyəcanını yaşamışam ilk səhnəyə addım atdığım zamanda. Amma tamaşa bitəndən sonra mənə çox yaxşı fikirlər deyildi. Çox gözəl ki, elə bir ki, neçə dəfələrlə bu tamaşanı oynamışammış kimi. Bəli. Çox xoş təəssüratlar aldım. Həyəcanım onda olub, amma hal-hazırda kulis arxasında mən çox rahatam. Ən ağır rolu belə ifa eləsəm, çox rahatam. Mən yəni momentində gülə də bilərəm orada kiminləsə. Yerim çatdı, mən həmin adamam. Səhnəyə çıxıram. Belə hadisələr olur deyib gülə də bilərik məsəl üçün. Amma kulis arxasında sakitliyə riayət olunmalıdır, mütləqdir. Çünki tamaşaya mane törətməmək üçün. Çox hadisələrimiz baş verir. Maraqlı, qəmgin hadisələr də baş verir. Çox şeylər olur. Kulis arxasında çox şeylər olur. Mən hər səhnəyə çıxanda Allaha sığınıram. Öz dualarım var, onu eləyirəm. Allaha sığınıram və Allahın mənə verdiyi istedadı tamaşaçılara ən mükəmməl şəkildə təqdim eləməyim üçün bir dua eləyirəm və ya Allah səhnəyə addımımı atıram. Səhnədə təbii ki, bu canlı bir, belə deyim, şoudur və səhnədə bir şeylər tərs gedə bilər. Tutaq ki, sözü unuda siz və yaxud ki, partnyorunuz sözü unuda bilərsiniz, vaxtında gəlinməyə bilər və sizi anlıq iflic edən, amma peşəkarlıqla aradan qaldırdığınız ən yadda qalan hadisə hansıdır? Çox olub əslində o. O gözlənən şeydir. Mənim özümün də söz yaddaşım güclüdür. Şükür Allaha ki, söz yaddaşım çox güclüdür. Bunu mənə sənət yoldaşlarım da kənardan deyir ki, yəni sən piyesi bilirsən. Məsəl üçün, çox adam öz rolunu öyrənir. Amma mən sevdiyim sənət, sevdiyim rolda. Çünki sevmədiyim rolları da hansısa bir məsələyə görə oynamaq məcburiyyətində qalmışam, təbii ki. Amma sevdiyim obrazda mən
bir başqa yanaşıram da ona. O mənim üçün bir, nə bilim, bir övlad kimidir, Hı hı. bir başqa bir şeydir də. O yeni bir insan yaratmaq çox gözəl hissdir. Bəli. Amma baş verir, istər-istəməz olur. Yəni insanıq da, robot deyilik. Hər şey ola bilər. Olub, amma mən şükür Allaha ki, bu neçə illər ərzində öz sözüm hardasa yadımdan çıxmağa görə tamaşada iflic vəziyyətə düşməmişəm. Hı hı. Amma tərəf müqabillərimdə olub, indi ad çəkmək istəmirəm. Olub, hadisələr olub. Hə, o momentdə artıq beyin indi hal-hazırda olmayan vəziyyətdə işlədiyindən artıq daha sürətli işləməyə Bəli. başlayır. Ta ki o sözünü bitirənə qədər. Ondan sonra düşünürəm ki, mən neynəməliyəm ki, o sözü onu qaytarım, o Bəli. sözə mizanı bilmək, o Bəli. mizan var orada, məsələn sözlər var, müəyyən şeylər. Hə, o problemləri yaşamışıq. Onun da bir gözəlliyi var təbii ki. İnsan halı da ola bilər, hər şey ola bilər. Hı Səhnə çünki hı. canlı sənət, hər şey ola bilər. Ən qorxduğumuz şey olub ki, texniki problem olmasın. Bəli. Ən qorxduğumuz o olub. Çünki yuxarıdan nəsə düşə bilər, Bəli. Olubmu heç pləkanlar belə bir olur. şey? Yox, şükür Allaha ki, olmayıb. Biz texniki problemlərdən və, söz unudulması və yaxud da ki, gec qalınmaq barədə danışdıq, hansı ki, bu təbii bir Hı hı. şeylərdir. Amma daha da təbii olan, məsələn, bədənimizin bizə, bəzən tabe olmamasıdır. Məsələn, əsnəmək, asqırmaq, qəfil öskürək tutması kimi qarşısıalınmaz təbii instinktləri səhnədə necə idarə edirsiniz? Obrazdan çıxmadan bu anları ssenariyə uyğunlaşdırmağın ya da daxilən boğmağın bir aktyorluq sirri varmı? Obrazın daxilindən çıxmadığın müddətcə hər birinin əlacı var. Asqırmaq yadıma gəlmir, elə bir şey olsun. Əslində mənim allergiyam var, asqırıq məndə çox olur. O məşqlər belə ona görə dayandırılıb. Hətta deyə bilərəm, Sabir Qulamovun məşqində, elə mesanat məşqində gəldi mənə, qızğın məşq edir. Məşq prosesində başladı qaşınmağa burnum, asqırıq dalayacam da, belə. Dedim, yox, belə məşq edə bilməz, saxlayaq. Saxlayaq. 5 dəqiqə getdim, əl üzümü yudum, gəldim. Bir-iki dənə də asqırdım, sonra sonra davam elədik. Bu mümkündür, bu olan şeydir. Amma tamaşada başıma gəlməyib. Öskürən olur, qıcıqlanma ola bilər. Yəni onu yenə deyirəm, obrazın daxilinə odaqlanandan sonra onun həll çarəsi var. Don Frolla da olub. Hı hı. Sözü orada məni Quasimodo boğur, boğan yeri var Hı hı. ki, etiraf elə ki, Evet. Julian Goşeri sən öldürmüsən. Aha, aha, Mən aha. öldürürəm axı onu, Bəli, atıram yalandan ki, şeyin üstünə, bəli. Esmeraldan üstünə. Etiraf elə deyə boğur Hı məni. hı. Boğanda orada mən də improvizələrim var, öskürək, o falan şeylər. İmprovizənin içində həqiqi boğulma da olub. Gəlib, necə boğulma, yəni aktyor məni boğmur. Sadəcə qıcıqlanıb boğasın Bəli, həmin bəli. anda, Bəli, emosional qışqırıqlar zad. bəli. Olur, onu o rolun, obrazın içində həll eləyirsən və daha canlı alınır. Hı hı. Əgər o öskürək həqiqətən də momentində gəlibsə. Bəli. Öskürəyin lazım olmadığı momentdə öskürək gəlibsə, onda improvizə etmək məcburiyyətindəsən. Olub. Bəs əsnəməklər necə? Əsnəmək çox olur, boğuruq. Bəli, bəli. Çox vaxt boğuruq, Doğrusunuz. boğulmalıdır. Bəli. Bir əsnəmək səhnədə yaxşı görünməyən bir şeydir. Sözsüz. Bu Hə, daha da pis olur. əsnəməyə, öskürək problem deyil, amma Bəli, əsnəmək, onu boğmaq məcburiyyətindədir aktyor. bəli, Başqa alternativ variant yox. bəli. Təbii ki, sizi, bəyənənlər kimi Bəyəndilər. Bəyəndilər. sizi bəyənənlər kimi təbii ki, sizi bəyənməyənlər də ola bilir Təbii. və yaxud da ki, yalançı tənqidlər də edənlər ola bilər. Hı -hı. Bəs indiyə qədər sizi ən çox incidən tənqid hansı olub? Tənqid deməzdim. Tənqid edən olmayıb. Nəyəsə görə tənqid edən olmayıb, paxıllıq edən olub. Hə, sənət paxıllığını qəbul eləyirəm. Vicdani paxıllığı qəbul eləyirəm. Necə? Vicdanən olur paxıllıq. Onu açmasını verirəm. Nə mənada? Sənətdəyik, mən də aktyoram, tərəf müqabilim var və yaxud bir başqa iş yoldaşım, həmkarım aktyor. O, sənətdə məni üstələmək üçün çalışmalıdır. Mən bunu qəbul eləyirəm. Amma mənə badalar gələrək yox. Hı hı. Bunu qəbul eləmirəm. Bəli. Çünki mən məndən üstündürsəm, mən onu durub hansısa bir tamaşada alqışlayaram.
Amma məndə də elə bir ego var. Nə barədə ego? Sənət egosu Bəli. ki, həmişə çalışmışam ki, ən üstün olmağa, yəni ən üstün olum. Ən yüksəyini performansı verə bilim. Düzdür, bizim sənətin yüksək performansı yoxdur. Onu mən həmişə deyirəm. Mən də haçansa bir statusda paylaşmışdım bu yaxınlarda bu barədə. Nə vaxtsa bu sənətdə ən güclü, ən möhtəşəm obrazımı oynamadan öləcəm. Hı hı. Yəni bu belədir. Nə vaxtsa olacaq bu. Nəyə görə? Çünki piki yoxdur sənətin. Bunu oynayırsan, ondan da daha artığını istəyirsən, ondan da artığını istəyirsən, daha peşəkar olmaq istəyirsən, daha peşəkar. Hə, əgər 60 yaşında, 70 yaşında gəlib çatsam sağlamlığına, İnşallah. o vaxt deyə biləcəm ki, bu sənətdə hardasa okeanda bir damlayam. Bu təvazökarlıqdan kənardır ya, bu həqiqətən belədir. Təvazökarlıq üçün demirəm. Çünki sənətin içində olan insanlar həqiqətən bilir ki, bu sənət dəryadır. Bunun yoxdur da, o piki yoxdur. İstər musiqinin, istər rəssamlığın, istər aktyorluğun, incə sənət niyə deyilir o sənətə? Çox incədir. Onun o qədər incə detalları var. Dediniz ki, peşəkar və yaxud da belə deyim, vicdanlı paxıllıq edənlərə Bəli. qarşı anlayış sərgiləyirsiniz. Hə, Bəs onu anlayıram. qeyri-peşəkar olanlar və yaxud da ki, vicdansız paxıllıqlara necə cavab verirsiniz? O insanlara heç hörmət eləmirəm. Belə deyə bilərəm. Bir dahinin sözü var idi. Yadımda deyil, yalançı çıxmayım da, o səhv deyərəm adını. Deyib, mən istedadsız adama heç hörmət eləmirəm. Belə bir söz var dahilərdən. Mən də elə o sözün üzərindən gedirəm. Əgər bu insan fərqi yoxdur, heç aktyor olsun, musiqiçi olsun, başqa bir sahədə olsun, sevmədiyi peşədə hansısa bir ambisiyaya görə çalışırsa, sevmədiyi peşədə, bacarığı olmayan peşədə və bacarığı olan insanın ayağının altını qazıyırsa, mən o insana heç hörmət eləmirəm. İnsan kimi hörmət eləmirəm. Nəyə görə? Çünki o kiminsə hansısa bir istedadının yerini tutur. Hı hı. Hansısa bir o sənət üçün ürəyini partladan adam var ha. Bəli. Onun yerini, o ştatda o adamın yerini tutur bu adam. Və plus sənətini sevən insana maneçilik törədir. Mən o insana heç cür hörmət eləyirəm. Doğrudur, Yəni, doğrudur. o insanları heç hiss də eləmirəm. Onların sözü keçərsizdir. Mənim üçün, yəni şəxsən keçərsizdir. İbrahim bəy, gəlin bir oyun oynayaq. Sizə müxtəlif vəziyyətlər deyəcəm və siz də bu halda necə xilas olacağınızı və yaxud da ki, olardınız və vəziyyəti necə idarə edərdiniz bildirəcəksiniz. Hı. Canlı tamaşadır. Siz tərəf müqabilinizə eşq elan etməlisiniz, amma tam o saniyədə mikrofon sönür və zalda bir uşaq bərkdən ağlamağa başlayır. Nə edərdiniz bu halda? Uşaq bərkdən ağlamağa başlayır. Oxşar hadisə başıma gəlib. Uşaqların məsələsini deməli necə olub? Bir nəfəs qədər tamaşamız var idi. Hal-hazırda da var, gec-gecə oynanır. Əsas günlərdə 20 yanvarda, 26 fevralda bu əsas günlərimizdə oynanır. Faciəvi bir əsərdir. Şəhid anasındandır əsas söhbət, şəhid anasından gedir. Çox ağır, dramatik, faciəvi bir əsərdir. Bunu uşaqlara satmışdılar. Yaşı biraz çox balaca olan uşaqlara. Bu əslində 7-8-ci sinifdən yuxarı uşaqlar gəlib daha rahat baxa bilər buna. Çox kiçik uşaqlara satılmışdı deyə. Bizim də orada dramatik, mən orada komissar oynayıram. Voyinkomatdır, hərbi komissarlıqdır, mən də komissaram. O əsgərlər gəlib, onlar da əsgərlərdir də, vətən uğrunda döyüşmək istəyən əsgərlərdir, amma yararsızdılar. Tibbi. Biri asma ilə, biri ürək çatışmamazlığı ilə, biri nə ilə, amma könüllü olaraq vuruşmağa getmək istəyirlər, döyüşmək istəyirlərdi vətən uğrunda. Biz şəhid olmaq istəyirik, göndərin bizi. Çox emosional bir səhnədir. Mən də deyirəm ki, mümkündür də sizin ana-atanız baxmayıb bu sənətlərə. Siz yararsızsınız, gedə bilməzsiniz. Müharibəyə gedə bilmirsiniz. Siz hərbi xidmətə yararsızsınız. Siz müharibəyə necə gedirsiniz? Siz silah tuta bilmirsiniz, heç bir şey bilmirsiniz ha. Bəs ağır emosional səhnədir və biri gəlir stolunu vurur, tərəf müqabillərimizdən biri də, aktyorlarımızdan biri. Hə, stolu əli ilə vurur ki, yaz deyirəm sənə, yaz, onun asması tutur, başlayıb boğulmağa. Boğulur, belə boğulur. Uşaqlar həmin moment başlayır gülməyə.
Yəni bu gülməli səhnə deyil axı. Bildiniz televizor buna böyük adam heç vaxt gülməz. Uşaqdır, o başa düşmür hər reaksiya ki. Bəli. Gülməyə və avtomatik bizi gülmək tutur. Mən boğuram özüm belə, belə. O birisilər üzlərini fırladıblar, improvizə eləyirlər. Bu o tərəfə indi çəkdilər, bunu apardılar ki, sakitləş, sakitləş filan şeylə, özünə gəl. Zat amma özünə gəlin içində bunlar gülürlər. Biri gizlədib üzünü bu tərəfdən sıxıb gülür. Mənim gizlətməyə yerim yoxdur ki, və harda gizlədim. Yəni bu belə bir hadisə idi. Yəni biz orada gülməli olsaydıq, birimiz yəni saxlaya bilməsəydi özünü, görə pərdə bağlanırdı. Hı hı. Pərdə bağlanır və tamaşa finish. Bitdi. Aynen, Amma bu çok şaşırdım. hadisə baş verib. Sevgi səhnələri deyə bilmərəm, sevgi səhnəsində mikrofon məni o qədər də qorxudan bir şey deyil. Hı hı. Çünki mikrofon bizdə çox problemlər olur mikrofon. Texniki məsələdir də. Bəli. Olub, hətta ifa vaxtımda arxadan ifa eləyəcəm, arxa tərəfdən şeydən də, səhnənin dibindən. Orada mikrofonlar var. Bəli, sallanır. Pikliçkalar Bəli. sallanır. Onlardan biri işləmirdi. Elə bir apora verdim səsimə ki, Hı hı. yəni səsim işləyirdi. Yəni Evet. səsimi tamaşaçı şey eləyirdi və vəziyyətlə o biri mikrofonun yanına gəldim. Yəni o da bilinmir ha ki, mikrofon işləmir. Harda mikrofon işləyir? Gəlim onun yanına elə deyil. Bəli. Vəziyyətlə artıq gözünlə metqalıysan da bilirsən harda Bəli. mikrofon var və ora vəziyyətlə gəlirsən. Deyək ki, qarşı tərəf səhvən növbəti səhnənin mətnini deyir və spoiler vermiş olur əslində təbii ki, Hı. izləyiciyə. Hekayəni yenidən məntiqli axınına qaytarmaq üçün nə edərdiniz? O da başıma gəlib. O da gəlir. O da başıma gəlib. Olub və Necə idarə etmisiniz bunu? hadisəni danışmaq istəmirəm. Olub. Tamaşalarımızda olub elə şeylər. Elə bil, elə sırf sizin dediyiniz kimi olub. Bu səhnədən tamam bir başqa səhnəyə atlanmaq olub, elə bir keçid olub. Artıq mən də məcbur olmuşam ki, başqa aktyorların da orada replikaları var. Bəli, O replikaları vermək üçün yenə deyirəm, ayıq olmaq lazımdır. bəli. O tərəf müqabilim danışa-danışa görürəm axı başqa yerə gedib. Orada artıq mənim beynim daha sürətli başladı işləməyə ki, bundan sonra nə replika verdi, onu verirdi, amma vəziyyətin içində eləyirəm onları. Mən yanmışam vəziyyətin içində, amma beyin belədir. Roldan çıxmadan. Beynin içi belədir ki, tez bunu desən, bunu qaytarsa, bunu nə olsa, o eləsə, bunu deyəcək, bu ona replika verəcək. Belə axırı Yerinə oturdu. deyə bilərəm ki, yüksək peşəkarlıqla yerinə yetirmişəm. Biz bunu tərəf müqabilinin sözünü unutmaq kimi dedik. Amma musiqili teatrda aktyorlarla birlikdə əslində musiqiçilər də var. Təbii. Və sizdə bəs heç olubmu ki, siz musiqiçilərlə eyni ana düz gəlməmisiniz də? Yəni musiqidən kənara çıxmısınız, yəni musiqi ilə sözünüz üst-üstə düşməyib və yaxud da ki, hansısa bir musiqiçi doğru notanı çalmayıb və bir musiqidə bir problem çıxıb. Başımıza gəlib əlbəttə ki. Temp dartılıb da, temp uzanıb da, ola da bilər hansısa orkestrdə əyləşənin problemi olub. Misal üçün, indi mən özümdən danışıram. Amma aktyorlarda da problemlər olur. Bəli, söz. Tək orkestrdə deyil. Orkestrdə problem olan vaxtı olur, ifaçı aktyorlarda problem olan vaxtı olur. Tempdən kimsə çıxır, orkestr məcbur onu tempə salsın. Bəli. Elə moment olur ki, məndə şükür Allaha ki, elə bir problem yoxdur. Çünki sevmirəm o şeyi. Qətiyyən tempdən çıxım. Amma baş verib ki, mahnının sözləri yadımdan çıxır. Hı hı. Ani gəlib, ani hansısa beytdir, o mənim yadımdan çıxıb, yerində şeir yazıb onu otuzdurmuşam ora. Onu da necə eləmişəm özüm də bilmirəm. Vau, çox Hə, maraqlıdır. tək Həm bir dənə qafiyyə uymaq lazımdır. qafiyyə uysun Bəli. və ambiyans pozulmasın da. Bəli, bəli. Olub bir-iki dəfə Bəli. olub olsa özüm də təəccüblü qalmışam. İndi gəlin biraz səhnə arxasında sizin sənətkar yoldaşlarınızla olan və yaxud da ki, sizin daxili hisslərinizə biraz bu haqda suallara keçid edək. Mhm. Səhnədə enerjinizin qətiyyən tutmadığı, daxilən qəbul etmədiyiniz bir sənət yoldaşı ilə peşəkar şəkildə eyni işi necə ərsəyə gətirirsiniz? Aradakı bu soyuqluğu tamaşaçıya necə hiss etdirməməyə çalışırsınız? Elə bir tərəf müqabillərim olub ki, biz heç yəni kulisə çıxanda bir-birimizə salam vermirik. Var. Amma mən heç vaxt onu əks etdirməmişəm. Və onu əks etdirməyi düzgün də qəbul eləmirəm. Yenə deyirəm, o tamaşaçıya maraqlı deyil İbrahimin şəxsi həyatında nə baş verir, bu aktrisa ilə o yola gedir, getmir, aktyorla yolu gedir, getmir.
O gəlib istirahət eləməyə, pul verib və yaxud dəvətlə gəlib, dəxli yoxdur. O tamaşaya baxmalıdır, tamaşada ki mənim personajımdan ona çatan mesaj çatmalıdır, o məni o obraz kimi qəbul etməlidir, zövq almalıdır və getməlidir. O ya kulisdə mənim bir insan kimi nə problemim varsa, onun tamaşası heç bir adiyyəti yoxdur. Var, başıma gəlib elə bir şey, amma mən əks etdirməmişəm, heç vaxt etdirmərəm. Bəs siz heç hiss eləmisiniz ki, siz yox, elə tərəf müqabiliniz bunu hiss etdirib? Hə, hiss eləmişəm. Bunu tamaşada hiss eləmisiniz ki, Hiss sizə elə soyuq yanaşır? Əlbəttə ki, aqressiyasını belə göstərən olub. Aqressiyasını göstərən olub. Bəs bunu necə siz Tamaşadakı idarə etməyə rolda çalışırsınız? mən ona fikir verməmişəm və mən Hı. öz rolumun şeyində, yəni roluma odaqlanmışam. Hı hı. Rolum mənə nə deyirsə onu eləməliyəm. O şəxsi həyatda sonra mən onun cavabını da verə bilərəm. Düzgün olmadığını da deyə bilərəm. Yəni münaqişə də eləyə bilərəm, o başqa. Amma tamaşaçı onu görməməlidir, o düzgün şey deyil. Bəli. Yəni tamaşaçı bizim şəxsi münasibətimizi, müharibəmizi, sözümüz bir-birimizin boğazından getmir, onun tamaşası nə aidiyyatı var? O olmamalıdır. Və mən o şeyi qeyri-peşəkarlıq hesab edirəm. O düzgün deyil. Ən azından tamaşaçıya hörmətsizlikdir. Səhnədə elə bir an olubmu ki, tərəf müqabilinizin bilərəkdən və ya ego davası ucbatından sizi çətin vəziyyətdə qoymağa çalışdığını hiss etmisiniz? Hı. Belə anlarda səhnədə intiqam hissi yaranır, yoxsa sadəcə işi xilas etməyə fokuslanırsınız? İşi xilas etməlisən. Bayaq dediyim kimi. Hı hı. İşi xilas etməlisən, çünki orada tamaşa gedir. Bəli. Tamaşa zamanında aktyor üçün tamaşadan vacib heç bir şey olmamalıdır. Orkestra da aiddir bu, xora da aiddir, baletə də aiddir. Kim varsa səhnədə tamaşaya xidmət etməlidir. Hətta tamaşa olur ki, kulis arxasında dava düşür. Biz onu sakitləşdirmişik. Tamaşa əsnasında. Tamaşa əsnasında, bəli, Wow. aktyor çıxmaya da bilərdi. Sözü düşüb dava eləyir arxada, kulisdə. Səsküyü də bastırmışıq. Əlindən o dava eləmək istədiyi şeyi də almışıq. Müəyyən şeylər də olub, yəni baş verib. İnsan halıdır da, indi kimsə kiminsə söz götürməz, həmin moment əsəbi olar, kimsə nəsə artıq söz deyər, onu insanıq, götürmərik. Həmin moment tamaşa yaddan çıxır. Həmin adam üçün bəraət qazandırıcıdır əslində, kulisdə çünki baş verib. Amma yenə də biz xatırlatmışıq ki, tamaşa gedir. Tamaşadan sonra çıx bayırda nə ürəyin istəyir elə. Sən tamaşanı poza bilməzsən, ixtiyarın yoxdur. Hı hı. Olmaz. Bəs biz biraz yəni ilk suallarda demişdiniz ki, badalaq gəlmək məsələsi. Hı. Elə əslində bu sualı buna da bağlaya bilərik ki, sizə səhnədə, yəni şəxsidə İbrahimə yox, elə səhnədə sizi pis vəziyyətə salmaq istəyən və yaxud ki, badalaq gələn olub ki, sizi çaşdırsın, belə deyim də, yəni sizi səhnədə pis vəziyyətə, izləyici qarşısında sizi pis vəziyyətə salsın. Hə, olub deyə bilərəm, amma bacara bilməzlər. Mən özümə o qədər güvənirəm ki, o barədə, yəni onu bacara bilməzlər. Adi bax sizin bu gün görüşümüz, siz bizim tamaşamıza baxmısınız, sevmisiniz, sizin dəyər verməyiniz, siz məni çağırmağınız, bunlar özü bizə ləzzət eləyir. Sənətini sevən adamlara. Yəni ki, məni bəyəniblər. Məni aktyor kimi peşəkar hesab eləyiblər. Məni obrazıma inanıblar. Çünki biz yalan danışırıq. Səhnə şirin bir yalandır. Çünki tamaşaçı pərdəni də görür, işıqları da görür, kulisləri də görür, hər şeyi görür, hər şeyi görür. O dekorun saxta olduğunu da görür. Yəni o bilir ki, orada ev yoxdur. Bəli. Dekordur. Görür. Amma o görüntünün içində əsas insan faktoru olmaqdır. 2019-cu ildən Samir Qulamovla biz tanış olduq. Teatrda gəldi Paris Notre Dame tamaşasını qurmağa. Paris Notre Dame tamaşası, mən fikirləşdim ki, əşi, bu da musical olacaq da. Yəni mən daha çox ifaçı olmağıma baxmayaraq, mən daha çox xarakterli, ağır, çətin obrazları oynamaq arzusunda olmuşam həmişə. İçim qaynayıb da, bu özümdən asılı olan bir şey deyil. Adam var ki, dramı sevmir, komediyanı sevir. Mən misal üçün komediyanı da sevirəm, amma dramı dəhşət sevirəm. O insanın bütün içində olan ağrılarını, hər şeyini yaşadıb tamaşaçıya çatdırır sana, vicdani, əxlaqi, dəyərləri, mənəviyyat, şərəf, ləyaqət, hər bir şeydə o cür obrazları
sevirəm. Samir Qulamovun ruhu gətirdi. Bizim əvvəl teatr musikomediya olub. Akademik deyildi, musiqili komediya teatrı. Bəli. Biz akademik statusu cənab prezidentimiz akademik statusu ilə şərəfləndirdi bizim teatrı. O statusa layiqli tamaşa da Paris Notre Dame oldu. Hı -hı. O 2019-da baş verdi. Paris Notre Dame kilsəsi, katedralı yandı Bəli. və ona ithaf elədik biz bunu. Mən də Gregoire rolundaydım. Gregoire obrazında verilmişdi mənə. Hı -hı. İlk, yəni Paris Notre Dame'da mən əmirdə Gregoire obrazındaydım. Bəli. Samir Qulamovun məşqinə getdik, ilk tanışdıq, Çitka və danışır bu adam. Heyrətlə baxıram ki, bu elə belə rejissor deyil. Bu konkret musical kimi də yanaşmır buna. Bu tamam başqa cür yanaşır. Sözlü tamaşa olacaq. Və mən də həsrətindəyəm axı belə rolları. 26-da yaşım var. 26 yox idi, 25 yaşım var idi. 26 sonra oldu. Gəldim ki, bəs Samir müəllim, mən xahiş edirəm ki, mən Frollo obrazını götürüm. Baxdı mənə, Attaşeniyamızda o qədər yoxdur da, belə rejissor, aktyor kimi bir-birimizi tanıyırıq. Dedi, İbrahim, sənin üçün tezdir. Çünki bunun 60-65 yaşı var obrazın. 25 yaşım var. Yəni, bu ağır öhdəlikdir. Bəli. Dedim, valla peşman eləməyəcəm səni. Amma xahiş edirəm də bu rolu. Bəs, dedi, direktora apar ver, istəyir, ərizəvi yaz. Təsdiqləsə, mən imza atacağım. Gəl yoxlasınlar. Dedim, sına da, yəni sına, alınmaz birdən, mən boynuma alacağım ki, hə də alınmadı, elə Gregoire oynayacağım, amma arzulayıram, mən görəm onun işləməyini. Deyirəm ki, yəni bu da mənimlə işləsə, mənim içim doludur. Mən onu mütləq ki, yerdə yetirəcəm. Özümü biabır eləməyə də var axı, qorxuram ondan ki, deyərlər ki, kənardan ki, yəni bacarmırdınsa, niyə götürdün bu obrazı? Bu qorxu da olur həmişə aktyorda ki, birdən eləmərəm, niyə şey olum? İnsan zəif olduğunu göstərmək istəmir axı heç vaxt. Və özümü zəif hesab eləməmişəm ha heç vaxt. Amma yenə də böyük məsuliyyət idi. 25 yaşında mən o dərəcə ağır rol oynamamışdım. Direktor təsdiqlədi, maraqlıdır, təsdiqlədi. Gəldim ki, təsdiqlənir. Ya Allah, imzasını atdı arxasına, başladım məşq eləməyə. Böyle bir həftəyə o sözlər əzbər idi. Yaddaşım güclüdür. Məşqlər, ora, bura, yəni daha necə oynadığımı rejissor özü deyə bilər. Mən özüm haqqında yüksək danışmaq istəmirəm. Tamaşaçının rəğbətini qazandım. Rejissorun da rəğbətini qazandım və fəxr elədim. Mənim üçün Paris Notre Dame mənim çevrilişimdir. Mənim bir aktyor kimi potensialımın elə bil ki, podkastımızın adı kimi də sənət günəşi deyək. Mənim günəşim şeylə doğuldu. Bəli. Paris Notre Dame'ın Frollosu ilə. Bəli. Mən orada mahnı oxuyanda belə səsimdən imitasiya eləyirəm. Səsimi imitasiya eləyirəm, keşişə oxşadıram. Yəni biraz ağır o yaşın səsini vermək məsələləri. Yəni o nəfəs ki dəyişdi teatrda. Şəxsən mən həzz aldım ki, bu sənət həqiqətən çox böyük sənətdir və bizə peşəkar insanlar lazımdır. Peşəkar rejissorlar. Peşəkar rejissor sizi inandırın, ən zəif aktyoru belə yüksək səviyyədə eləməsə belə orta səviyyəyə çatdıra bilər. 50%-in də üstündə 60-a 70%-ə çatdıra bilər. Peşəkar işini bilən. Samir Qulomov tək rejissor deyil, həm dramaturqdur. Çünki mən onun bir nəfəs qədəri şəxsən o yazıb. Əsərin müəllifi odur, bir nəfəs qədərdə. Və librettoların üzərində də Victor Hugo'nun librettosunun piyesini librettolaşdıran və o əsərin üzərində işləyən, orada Victor Hugo'nun yazmadığı səhnələr də var. Orada elə sözlər var ki, Victor Hugo'ya adiyyatı yoxdur. Tamaşalarına övladı kimi yanaşan rejissor Samir dəhşətdir. Yəni mən həqiqətən zövq alıram oyla işləyəndə. Emosionaldır, arada qışqırır, səsi də batır, nə bilim çox. Amma görürsən ki, bu aktyorla hər detal işləyir. Ona görə də o sevilir, tamaşa maşallah olsun. Tamaşalarımız Bilet tapmaq çox çətindir. Paris Notre Dame'a nazirliyə şikayət etmişdi. Biz həzz almışdıq ondan. Mədəniyyət Nazirliyinə şikayət etmişdik tamaşaçıdan ki, biz bilet tapa bilmirik. Bəli.
Bizə o qədər ləzzət elədi bu ki, Bəli, tamaşa üçün şikayət gedir Nazirliyə tamaşaçısı, mən bilet tapa bilmirəm. bəli. Sonra həmin tamaşaçını dəvət elədilər, heç təmənnasız gəldi, o tamaşaya baxdı təbii ki. Bəli. Hə, yəni bu sevindirici haldır. Mən özüm neçə ay gözləmişdim bilet ala bilməyim üçün. Bizim mesenatda çox tamaşaçı, tanıyan adamlar, tanımayan adamlar, baxıb mənə patpiska atanlar Instagramda, Facebookda, TikTokda yazırdılar ki, tamaşa elə bil 3D kino idi. Bəli. Hadisənin içində elə bilirdik ki, Tağıyev burdadır. Arada bir elə moment gəlirdi ki, mən istəyirdim durum Nərimanı döyüm. Bəli. Ki Tağıyevi sən necə çıxardırsan evindən? Eynən. Və bu hissləri yaşayırdıq. Bəli, O möhtəşəm bir şeydi. bəli. O çox Mən möhtəşəm bir şeydi. həqiqətən o tamaşada əsəb keçirdiyimi və mən bir dostumla getmişdim. Məni zor saxladı. Yaxşı, sakit ol. Mən o qədər Bolşevikləri əsəb bir gəlim çıxardım evdən. Bəli, Ki sənə necə eləyə bilərlər? Bizə bəli. oxutmusan onları. Əliyarbəyev oxutmusan. O gör necə danışır sənə. Nə xoş sizə ki, Samir bəy kimi bir rejissorla çalışırsınız. Bəli. İnşallah ki, hər birinizin teatrda uğurları daim olsun. Çox sağ olun. Təbii ki, hər sahədə olduğu kimi bu sahədə də maddiyyat önəmlidir, sözsüz. Amma sizcə pul sənəti xilas edir, yoxsa onu tamamilə kommersiyalaşdırıb ruhunu öldürür? Maddi qazanc üçün sənətdən güzəştə getmək hara qədər qəbul ediləbilir? Maraqlı sualdır. Sənət əslində pul üçün deyil, amma pul önəmli faktordur. Ən azı yaşamaq üçün, ən azı yəni rəfahın yerində olmağı barəsində önəmli faktordur pul. Amma çox çətinliklər olur həyatda. Bir də görürsən də, indi aktyorlarda çox olur. Maddi imkanlar sıxıntılı şəkildə olur. Yenə deyirəm, o səhnəyə çıxanda hamısı unudulur. Fuad Poladovun gözəl bir sözü var. Bir aktyoru ayaq üstə alqışlayan tamaşaçı avtobusda onun ayağını tapdalamamalıdır. Gözəl bir sözdür əslində. Yenə deyirəm, avtobusda getmək problem deyil. Burada başqa bir fəlsəfi bir məna var. Təbii ki, aktyorun problemi olur, sənətçinin problemi olur. Yenə deyirəm, o peşəkarlıqla sən tamaşada onu bildirməməlisən. Yaşanan acıların, çətinliklərin də inkişaf üçün bir stimulu var əslində. Mən elə düşünürəm. Çətin bir həyat yaşayırsan, çətinliklər olur, onlarla çabalamaq üçün mübarizə aparırsan, o sənin yaradacağın obrazda da hansısa bir momentdə gəlir elə bir obraz çıxır sənə ki, o dərdini sən o obrazın içində danışa bilirsən ha. O daha möhtəşəm alınır. O daha ürəklə belə hər şeydə qoyursan ortaya ki, əslində o obrazın içində özünü də tapırsan. Onlar baş verir. Amma sənətə sırf pul üçün yanaşmaq o düzgün deyil. O düzgün deyil. Mən o düzgün qəbul eləmirəm. Çünki sənət elə bir şeydir ki, yenə deyirəm, bu ticari tərəfi var. Necə var? Teatr üçün var, kino üçün var. Təbii ki, rejissor fikirləşir ki, bu kinonu iş görürəm bu kinoda, prodüseri var onun bu. Bu hansı tamaşaçı kütləsinə mən bunu sata bilərəm və nə qədər qazana bilərəm? Belə düşünür. Təbii ki, düşünməlidir. Amma rejissor birinci peşəkarlığı düşünməlidir. Evet. İşin möhtəşəmliyini düşünməlidir. O sonra ona pul gətirəcək. İfaçıyam. Bir var teatrda ifaçıyam. Bir də var çıxıram teatrdan kənar hansı bir restoranda oxuyuram. O pul xətrinədir. Bu sənət deyil. Peşəkar ifaçı kimi ifa edirəm. Amma o pul üçündür. O mənim yaşamağım üçündür. Bəli. Sənətdə onu güdmürəm amma. Təbii ki, istəyərək adam rəfahı, maddi şeyi yerində olsun, amma istər-istəməz də problemlərlə qarşılaşırsan. Elə bir büdcə lazım olur ki, o sənə kifayət eləmirsən, ikinci işlə də məşğul olmalısan. Bizim sahədə çoxdur öyle şey. Ona görə biz onu çalışırıq ki, başqa şeylə əvəz eləyək. Amma o işlə məşğul olmağım mənim sənətimə də mane olmamalıdır. Bəli. Çünki sənət xəttində pulu düşündüyün, puldan çox sənətə xidməti düşünməlisən. Bir yerə qədər verdiniz ha sualı, nə qədər yerə qədərdir? Özünü kompensasiya eləməlisən başqa bir şeylərlə. Necə deyim? Aktyor var, aparıcılıq eləyir toyda.
başqa misal üçün işlər görür və yaxud heç sənətdən kənar başqa bir biznesdən tutalım məşğul olur. Amma o aktyorluğu da buraxmır. Bəli, O yaşamaq üçün lazımdır bəli. müəyyən qədər ki, maddiyyatım mən də maşın sürmək istəyirəm. Maşın sürmək istəyirəmsə, filan maşını sürmək istəyirəm, Hı məsəl. hı. Mən onun üçün çalışmalıyam da, məcburam. Doğru. Məcburam ki, mən çalışım. Amma yenə də sənətə mane olmamalıdır. Əgər sənətkar ruhun varsa, Hı hı. amma bizim sahədə, ııı, nə bilim, səhnəyə çıxanda o pulu da unudursan. Sevirsənsə o sənəti, problemləri də unudursan. Başıma gəlib ki, ayağım sınıb mənim tamaşada. Tamaşa gedə-gedə mənim ayağım sınıb. Wow. Paris Notre-Dame tamaşası. Bəs necə çıxış etmisiniz? Necə bitirmisiniz bu tamaşanı? Esmeralda'nın o bir yeri var, qucağıma götürməliyəm. Bəli, Ayaq sınıb. Yəni pul onun yanında nədir ki, canın ağrıyır. bəli. Heç pul düşər ya da və yaxud hansı bir maddi problem və yaxud nəsə. Ayağım sınır. O da ki, yubkası ilişdi, ayağımı düz atmadım, nəsə yubka qaldı. Plandan kənar bir şey oldu və o xırçıltını hiss elədim həmin moment. Dedim Allahu Ekber. İndi mən bunu davam nəsə yəni sınmasa belə inanmırdım əslində sınmağa. Dedim bəlkə burxulub. Bəli. Bəlkə burxulub, amma ağrı verir. Onu kulisə apardım. Baxmısınız da Paris Notre-Dame. Bəli. Kulisə keşişin elə bil o təcavüz səhnəsi var orada. Götürür o şeytanlar, orada ruhani varlıqlar, aparır, qoyur və ondan sonra final səhnəsi var. Və hardasa bir 10 dəqiqədən çox, bəlkə bir 15 dəqiqə yaxın, bəlkə də çox olar, mən belə deyirəm, final səhnəsi gedir. Quasimodo ilə dialoq. Və o dialoqu finala çatdırana qədər mən onu sınıq ayağımla oynamışam. Və heç kim hiss eləməyib. Sizin bəs tərəf müqavillərinizdə bunu hiss eləmədi? Hiss eləmədi heç kim. Heç kim. O haçan hiss olundu, artıq mən ayaqqabını ayağımdan çıxarda bilmirdim otağımda. Çünki artıq şişmişdi, ayaq Bəli. şişmişdi. Ayaq şişmişdi. Mən özüm də hiss eləyirdim, amma o obrazın içində mən onu unutmuşdum. Bəli. Yəni əgər can ağrısını belə unudacaq qədər rola adapte olursansa, maddiyyat onun yanında heç nədir. Yəni belə bir əsaslanma verim də bu söhbətə. Canlandırdığınız rolların sizə İbrahimə qatdığı psixoloji izlər haqqında, həmçinin də o rollara girmək üçün necə belə deyim, psixologiyadan keçdiyinizə baxaq. Canlandırdığınız obrazlar arasında bəraət qazandırmaqda, anlamaqda ən çox çətinlik çəkdiyiniz, daxilən mübarizə apardığınız personaj hansı olub? Don Frollo. Tanrıyasan yenə arxa çevirmiş mənə, axır gözümün yaşı, axım əridir daşı. İçimdə bir alov var, məni hər an yandırar, yox məndə daha taqət, buna nə çəkdir dəstə, məni məhv etdi, məni məhv etdi. Klassızsın bir şey yolunda qalmayıb mənim. Məni məhv etdi, məni məhv etdi. Cəhənnəm odundan alışıb yanacaq bu mənə. Məni məhv etdi, məni məhv etdi, məni məhv etdi. Hamısının içində öz bəraəti var təbii ki, bütün obrazların. Don Frollo olub əvvəlində. Çünki mənim üçün bayaq dediyim kimi o yaşıma görə çox ağır bir obraz idi. Mən o yükün altına girmək istədim. Şükür Allaha ki, öhdəsindən də layiqincə gəldim. O ağır idi, amma izahını təbii ki, Samir, rejissor öz izahını verdi. Elə bir izah verdi ki, onu anlamaya bilməzsən. Bütün bəraətini, o niyə o hala düşür, o niyə... Yəni, izahı o qədər gözəldir ki, aktyora sadəcə oynamaq qalır. Çünki bu adam zalım adam kimi görünür. Bəli. Zalım adam kimi görünür, qəddar, kardinal, ölüm əmrləri verən, Bəli. o vaxt heç krala o qədər də önəm verməyən bir adam. O Bəli. qədər qüdrətli bir adamdır ki, Bəli. kralı saymır bu adam. Kralı axırda da məğlub eləyir.
orada tapa bilmədiyim nə idi ki, bu zalım adam orada bir dənə incə çizgi var. İncə bir çizgi var. Zalımlığından çıxış eləyirik ki, bu insan öldürür, o əmri verir qəddarcasına. Hətta tamaşa boyunca şeyi də verir, nədir o, Koşeri də öldürür hansı öz səbəblərindən dolayı. Koşeri öldürür, atır Esmeralda'nın boynuna. Bəli. Orada da politika işlədir. Esmeralda'nın boynuna atır, Esmeralda'nı əldə etmək üçün ona elə bil ki, şantaj gəlmiş kimi Bəli. bir variant var da burada ki, Bəli, yəni bəli. sən mənə tabe ol, mən səni paklayım ki, sən təmizsən. Yox, həbsə gedirsən və yaxud Bəli. edam eləyəcəklər Bəli. səni. Axırda da o səhnəsi var, bax muzda gəlir Bəli. ki, dua et mənim övladım, dua et. Sonra yaxınlaşır ki, yalnız mən səni xilas edə Bəli, bilərəm. bəli, bəli, bəli. Sənə kilsədə sığınacaq verərəm, tabe ol. Bəli. Bunlar hamısı o oyun onun üçün idi. Təbii, amma incə cizgi var orada. Nə qədər zalım da olsa, öz anasının, atasının atdığı eybəcər, öz doğma balasına eybəcər olduğuna görə Bəli. atan ana atasından artıq olur bu adam və ona 25 il atalıq edir. Bəli. Bu adam o qədər də pis adam deyil. Dövrün tələbləri onu o vəziyyətə gətirib çıxardı. İqtidar gücü, belə deyək. Ondan tələb Sultan olunan bu Süleyman'da idi. da olub da. Sultan Bəli, Süleyman öz oğlunu öldürür Bəli, hakimiyyətə görə. bəli. Gedir hansısa bir şeyi. Yəni bu cür yanaşma prizması ilə görürsən ki, bu qədər də insan deyil. Və onun bəraəti finaldadır. Esmeralda'ya görə də aldanır. Bəli. Orada o şəhvət məsələsi, Bəli. o anlaşılandı əslində. İnsani bir şeydir. O niyə anlaşılandı? Üzr istəyirəm ifadəmə görə. Yəni bu insanlara münasibət də qadağan idi o Bəli, dövrdə. bəli. Bu da ona aşiq olub öz şəhvət hissini qalib gəlməməyinin ucbatından axırda da deyir, o mənimlə Tanrı arasına girdi, mənim ruhumu apardı. Bəli. O mənim Tanrıya ibadət etməyə layiq olmadığımı mənə sübut elədi. Elə sizin, belə deyim, çətin, ağır obrazlardan danışmışkən, bir digər möhtəşəm canlandırdığınız obrazlardan biri də Mesenat Çox sağ olun. tamaşasında Tağıyevi canlandırırsınız. Ben salladım, mektep okumadım. Ama bu azallımla bir metlep anladım ki herkes öz emelinin cüroludur. Yaxşı əməl heç vaxt unudulmur, heç vaxt. Amma geci tezi var. Nəhayət şeytanın da bir yollanması olur. Olur. Ben ona öz merhametimle galip geldim. Galip geldim. Bu dünyada en güçlü silahım merhametim oldu. Merhametim. Onsuz da bütün işlerin ahırı gelip Allah'a sesi. Allah'a sesi. Buyurun Allah'ındır. Buyurun Allah'ındır. Buyurun Allah'ındır. Allah'ın. Deyirlər ki, bəzi böyük rollar aktyorun xarakterini dəyişdirir. Aylarla onun taleyini yaşamaq, onun prinsipləri ilə düşünmək İbrahimə bir insan olaraq nəyə öyrətdi? Tamaşadan sonra kostyumu soyunub kulisə keçəndə Tağıyevin o böyük aurasından və mərhəmətindən içinizdə nəyi saxlayıb evə apardınız? Çox şey. Çox şey. Tağıyev rolu mənim üçün, yəni mən Samirə də demişdim. Bunu ki, Don Frollo keşiş mənim üçün əvəz olunmaz bir roldur. O həmişə mənim parlayan günəşim kimi, nə rol oynasam, o mənim ilkim kimi qalacaq da. Çünki necə ilkim, yəni ona qədər mənim rollarım olub təbii Bəli. ki. Amma o mənim üçün sənətin vızrıvı sayıram da özümdə onu ki, o addımı atmaq Bəli. möhtəşəm idi. Amma fikirləşirəm ki, Frollonun yenə də böyük bir rolu var mənim Tağıyev obrazımda, Tağıyevin oynamağımda. Mən Frollonu oynamasaydım bəlkə də Tağıyevə yetişməzdim. 26-25 yaşında məşqlərə, 26 yaşında mənim artıq
onu premyerasını oynamağım məni 7 il ərzində Tağıyevə yetişdirib. Hı hı. Və mən hətta hiss edirəm ki, Tağıyevi də oynayandan sonra Frollonda bir başqa cür oynayıram. Amma qaldı ki, Tağıyevin ağırlığı, yükü, o nə bilim, mənim üçün əvəz olunmaz bir roldur. Hı hı. Çox böyük bir həm qürurdur, şərəfdir, həm həzdir, bir aktyor kimi yenə deyirəm, təsadüfə inanmıram. Təsadüf deyim, nə deyim, bilmirəm nə deyim. Dinən desəm təvafuq deyəcəm Hı ona. hı. Allah elə bil onu Rast gətirib sizə. belə şükürlər olsun. Mən ilk sinifimdə birinci sinifi şeydə oxumuşam. 123 nömrəli məktəbdə Mərdəkanda. O məktəbdə Tağıyev tikdirib. Tağıyev tikdirib. Tamaşamızda Dilarə xanım gəlmişdi. Dilarə xanım Nağıyeva. Hı hı. Ağa Musa Nağıyevin nəvəsi. Hı hı. Gəldi, sağ olsun, böyük dəyər verdi bizə. Diplomla, Ağa Musa zirvəsi diplomu ilə təltif elədi bizi. Bizim üçün çox gözəl hisslər idi o mayın 17-sində. 3-cü premyeramızı oynayanda. Danışdıq. Orada da mən istədim bir-iki kəlmə danışım. Elə cəmaatın içində də, o təəssüratın içində diplom təltif olunandan sonra. Orada da qeyd elədim ki, uşaqlıqda da 123 nömrəli məktəbdə bir il oxumuşam. 2-ci sinifdən sonra Bülbül adlı orta ixtisas musiqi məktəbində Bəli. təhsil almışam 11-ci sinifə qədər. O ilk sinif rəhbərimiz Şəhnaz müəllim oldu. Onun adını çəkdim oradakı. Şəhnaz müəllim olub bizi apardı. Xəbərim də yoxdur ki, Şəhnaz müəllimə zaldadır. Gördüm bir o qədər sevindi, əl eləyir mənə şeydə. Amma Şəhnaz müəllim buradasınız, Allah sizə can sağlığı versin, görmürəm. Bəli. Yan tərəfdə oturub. Bəli. O qədər təsirli hisslər. Yəni bu sözü niyə deyirəm? Mən ilk sinifimdə də onun məktəbində oxumağım Bəli. təsadüf deyil. Bəli. İlk himnimizi oxuduq, öyrətdilər bizə, himnimizi oxuduq, bütün sinifdə, birinci sinifdə. Şəhnaz müəllim çıxartdı bizi bayıra ki, gedirik Tağıyevin büstünün yanına. Hı hı. O həmin şeydə büstü. Danışdı bizdən, Tağıyev belə kişi olub, belə şəxsiyyət olub, belə xeyriyyətçi olub. Bizim məktəbimizi də o tikib. Bəli. Əvvəl təsərrüfat məktəbi olub, Bəli. 123 nömrəli. Mənim orada təhsil almağım, bunlar hamısı mən bunu təvafuq kimi deyirəm. Yəni Allah Hı hı. tərəfindən də elə bir Bəli. ki, mən 7 yaşında mən hardan bilə bilərdim ki, 32 yaşında mən gəlib Tağıyevin rolunu oynayacağam. Bəli. Yəni bu insana bu hisslər sözlə ifadə olunması hisslər Bəli. deyil. Allah həqiqətən zəhmət çəkənləri mükafatlandırır. Mənim üçün ən böyük mükafatdır bu. Mən ona görə Samirin dəfələrlə adını çəkirəm ki, bu roldakı böyük mübarizə mənim üçün. Çox adam istəmirdi Hı hı. və indi başqa tərəfdən istəməyənlər də var idi təbii ki olmasın. Amma görməyənləri də mən qınamıram. Bayaq Hı hı. dediyimiz kimi də, yəni Sizi tanımır. əlbəttə ki, Bəli. və cavan adama risk idi. Bəli. Bunu Samir Qulamovdan da soruşsanız, deyəcək ki, bəli riskdir. Bəli. Həqiqətən risk idi. Hı Günün hı. bu gün də deyir ki, risk idi. Bəli. Mən sənə dedi inanıram. Bəli. Mən də dedim ki, sən ki bu böyük etimadı göstərdin mənə, mən də özümə inanıram. Bəli. Amma mən əgər bu rolun öhdəsindən gəlməsəm, sən ki mənim üçün belə addım atmısan, rolun öhdəsindən gəlməsəm, mən teatrdan gedərəm. İbrahim kimi yox. Tağıyev olduğuma inanmısınızsa səhnədə, deməli mən bacarmışam. Bəli. Şükür Allaha. Və onun mənə mənəvi dəyərləri sözlə, yəni bunu ifadə eləyə bilmərəm. Bu verilişin vaxtı da çatmaz ona, Hı hı. mən onu deməyimə. Çünki çox xeyriyyətçi insan olub. Bakıya su çəkdirib, məktəblər tikdirib, qız məktəbi, ilk qız məktəbini tikən Bəli. adamdır. Qızlara insan kimi, qadın kimi önəm verib. Bəli. Çox xeyriyyətçi əməlləri var. Bir məsələsini eşitmişdim. Germaniyada gedib düşüb şeyə, Almaniyada istirahətdə olublar. O moment Rusiya ilə Almaniyanın problemləri olur. Dəqiq tarixi deyə bilmərəm, amma bunu oxumuşdum tarixi bir mənbədən. Problemləri olur və Tağıyevi həbs eləməlidirlər. Bu da Rus vətəndaşı sayılır axı. Hı hı. Çar dövrüdür də, Hı o hı. Nikolayın dövrüdür. Deyirlər ki, yox, bu mesenatdır, bu milyarderdir və çarın şeyidir, müşaviridir. Bəli. Yəni onu xilas eləyirlər. Özü təşvişin içində ki, bunu öldürə də bilərlər, güllələyə də bilərlər, hər şey ola bilər. Çaxtaşma düşüb həmin moment. Bu insan öz canını qurtaracaq da, düzdür?
öz hayındadır. Hı hı. Öz ailəsinin, yoldaşının öz Hı hı. hayındadır. Bunları xilas eləyəndə orada Azərbaycanlıları axtarıb tapır ki, kim varsa buradakı. Bəli. Gəlib düşüb burada, onlar da güllələnə bilər, onlar da problem ola bilər. Uzaqdan yaxından əlaqəsi yox deyil bu Hı adamların. hı. Onları belə yazıb ki, mənimlə gəliblər bunlar. Onları da öz deleqasiyasından çıxardıb xilas edib. Bəli. Yəni bu insanın xeyriyyətçiliyi o anda, yəni çox insan udar da, öz hayında olar ki, Doğrudur. mən çıxım ölkədən siz canı Doğru. qurtarsın. Oradakı hansı Azərbaycanlı var, kim var, heç ağlına gəlməz adamın. Bəli. Bu insan onu da düşünür. Tamaşanı oynaya-oynaya, məşqlərə gedə-gedə qəbrinə gedirdim. Ondan qabaq da getdim əmr veriləndə. Getdim, bir başqa cür baxırdım ora. Artıq bir başqa cür görürdüm o qəbri. Elə bil onu canlandıracağam, başlayıram. Onu bir başqa cür görürdüm. Ona söz verdim. Dedim ki, mənə halallıq ver, sənin obrazını oynayacağam və sən elə belə şəxsiyyət olmamısan da. Ruhani bir bağ qurdum ona. Bəli. Oradakı izin ver, halallıq ver və mən də sənə söz verirəm ki, sənin necə gözəl şəxsiyyət olduğunu inşallah mən təbliğ edəcəyəm. Eee, biraz adam danışanda bunu qəhərkər adamlar. Bəli. Hə, çünki mənəvi bağ çox qurdum oyuna və inandırım sizi bu yaxınlarda yuxunun təfərrüatını danışmayacağam. Mən onu yuxuda gördüm. 3-cü ya 4-cü tamaşadan sonra. 26-sından sonra səhv eləmirəmsə gördüm. Elə bil ki, onun ruhu rahat. Belə izah edeyim. Xoşbəxtlik və haqqını halal eləyib. Hı. Elə bir şey gördüm yuxuda. Çox təsirləndim və yuxudan xoşbəxt oyandım, gözüm də doldu, amma xoşbəxt idim, yəni onu Bəli. o cür görməyimdən Bəli. dolayı. Mən ondan o qənaətə gəlirəm ki, Tağıyevin simasında tamaşaçı məni sevdi. Nə qədər tamaşaçı orada ağlayırdı. Bəli. Ağlayaraq ayaq üstə 8 dəqiqə, 10 dəqiqə alqışlamaq, o xoşbəxtlik idi aktyor üçün. Çox böyük bir xoşbəxtlik idi. Mənim vəsiləmlə belə deyək. Rəhmət oxunursa, Bəli. ondan mənə də pay gəlirsə mən xoşbəxtəm. Doğrudur. Mən xoşbəxtəm. Özümü xoşbəxt sayıram. Orada mənim Tağıyevin təbii ki, bir çox şeyi ilə qürur duymalıyıq. Hər bir azərbaycanlı qürur duymalıdır. Amma ən çox məni belə deyim, mənə toxunan məsələlərdən biri ən sonda hər şeyini itirsə belə öz ana yurdunu buraxıb getməməsi oldu. Gəlin biraz sizin vokalist, ifaçılıq sənəti haqqında da danışaq. Çünki siz aktyorluqla yanaşı çox gözəl səsiniz var və həmçinin də ifaçılıqla da məşğulsunuz. Bəli. Bəs aktyor İbrahim yoxsa vokalist İbrahim? Bu ikisi arasındakı sizə görə fərq nədir? Və siz hansını icra edəndə özünüzü daha rahat hiss edirsiniz? Hərəsinin öz yeri var mənim ürəyimdə. Seçim arasına qalsam aktyorluq deyərdim. Vokalda da, ifalarımda da mən həmişə xarakteri tapmağa çalışmışam özüm. O asılı sənət deyil də, bayaq danışdığımız kimi. Vokal sənəti asılı sənət deyil. Yəni öz solistsən, söhbət bitdi. Mənə rejissor lazım deyil, mənə pedaqoq lazım idi vaxtında. Artıq mən özüm pedaqoqam. Bəli. Amma ifaçı kimi hər əsərin dərinliyinə enmək, söhbət dəqiq və lazımlı əsərdən gedir. Onun xarakterini tapmaq. Şair bu əsəri hansı hisslərlə yazıb sözləri? Bəli. Bəstəkar hansı hisslərlə bu musiqini bəstələyib? Onu tapandan sonra sən ifaçı ola bilərsən. Tapıb və icra edəndən sonra. İfa elə bir şeydir ki, mahnı oxunur, tutalım, klassik ifalardan çox vaxt stat gətirirəm. Nəyə görə? Yanaşmalar əksəriyyəti düz olmur vokalistlər tərəfindən. Vokalni ifanı, operanı ifanı hansısa bir klassik əsərlə yanlış yönləndirirlər. İfada da yanlış yönləndirirlər. Yəni operadırsa mən bunu belə oxumam. Məsələn, Sevgili Canan, Üzeyir Hacıbəyovun Sevgili Cananı. Hüsnün gözəl ayətləri belə oxunmalıdır. Mən elə yanaşmıram ona. Elə oxunmamalıdır. Çünki hamı şablon oxuyur. Şablon. Eyni şeyi oxuyur. Birinin səs potensialı yüksəkdir, diapazon yuxarıdır, birində aşağıdır. Onlar başqa mövzulardır. Amma
söhbət eyni stildə, eyni yöndə hissiyatsız bağırmaqdan gedir. O tamaşaçıya nə ötürə bilər ki, mənim fikrimcə. Hı hı. Sözlərə baxsaq, deyir ki, hüsnün gözəl ayətləri ey sevgili canan, olmuş bütün aləm də sənin şəninə şayan. Hı hı. Gəl eylə nəvaziş. Bu nə deməkdir? Nəvaziş eylə. Mən sənə yalvarıram. Gəl eylə nəvaziş, mənə ver busə ləbindən. Hı hı. Yəni bir öpüş istəyirəm səndən. Bəli. Çünki gözəlin busəsidir aşiqə ehsan. Ehsan nədir? Bilirik də ehsan nədir. Yəni mən səndən ehsan diləmirəm. Bəli. Bu sözü açması budur əslində. Bunu mən bağıraraq desəm, yar məni daha düzgün başa düşər, yoxsa mən ona yalvarış tonunda desəm. Düzdür? Bəli. Misal üçün də bayaq ki, Hüsnün gözəl ayətləri sevgili canım. Öyle oxuyuram məsəl üçün bunu. Bir də var. Hüsnün gözəl ayətləri sevgili canım. Gəl eylə nəvaziş, gəl eylə nəvaziş, mənə ver bu sələbindən. Çünkü güzelin bu sesidir aşık ehsan. Çünkü güzelin bu sesidir aşık ehsan. Bu daha yani serenada oxumağa daha Bəli. yaxındır. Mən elə yanaşıram. Həqiqətən də elədir. Ona görə deyirəm ifaçılıq özü də bir tamaşadır. Bəli. Özü də bir Rola girmədi. mütləq, Bəli. mütləq. Onu sən üz cizgilərində də eləyə bilərsən, amma səs daha önəmlidir orada. Hı hı. Səs daha önəmlidir ifaçı. İncə sənətin daxilindəsənsə, o ruhunu tapmalısan. Başqa cür mümkün deyil. Süni olacaq. Doğru. Mütləq süni olacaq. Onu da tamaşaçı başa düşür. Hı hı. Ona görə mən indi hal-hazırda bayaq dedik xitdən, Bəli. hal-hazırda hansısa bir kütləyə işləyən, onlar hamısı unudulub gedən şeylərdir. 3 aylıq, 5 aylıq, 1 illik, 2 illik o sənət deyil. Hı hı. Onlar xatırlanmayacaq. Misal üçün, o dövrdə də bayağı şeylər olub da. Şövkət xanımın dövründə də olub, Rəşid müəllimin dövründə də olub, Rəşid bəydə də olub. Bayağılar o zamanda olub. Doğru. Xatırlayırsınız onları? Heç yadınızdadır, tarixdə var onlar. Kim qalıb? Ona görə biz onu o qədər də düşünmürük ki, hə, bu gün xitli ayda o qəşəng qazanır, əla Hı hı. qazanır. Bəlkə mən də o yolu tutdum. Bəli. Bəlkə biraz gənc olanda düşünmüşüksə də onu, mən öz adımdan deyirəm də ki, yox, mən də yaxşı yaşamaq istəyirəm. Mən də Hı hı. daha yox. Bundan sonra artıq yolu yoxdur. Öz sənətinizə xəyanət olar. Hə, Bəli. eləməmişəm. Bəlkə də səhv eləmişəm kiməsə görə, bəlkə də düz eləmişəm, bəlkə də nə vaxtsa peşman olaram, bilmirəm gələcəkdən danışa bilmərəm, amma inanıram ki, peşman olmayacağam. Hı hı. Xalq uluzu yarışmasındaydım 2010-cu ildə, ifaçı kimi də çox gözəl potensialım olub, göstərmişəm, sırf ifaçı kimi. Ondan sonra təkliflər də gəlirdi, toylar da, toya getmək ayıb deyil, təbii ki, toy aparmaq, amma o toyda məcbursan müəyyən bayağı musiqilərə də gedəsən və yaxud da Hı hı. eləyəsən, ona belə getmərəm. Hı hı. Yaxşı da pul qazana bilərdim, Bəli. tanına da bilərdim o tərəfdən, amma getmədim. Dedim, yox, sənəti qoruyacağam. Sənəti qoruyacağam, sənəti qoruyacağam, sənəti saxlayacağam, sənət. Və sənəti saxlamaq üçün də və o həddi öhdəvə götürməlisən, o çətinliyi gözə almalısan. Mən gözə aldım. Ona görə deyirəm, bilmirəm, bəlkə düz eləmişəm, səhv eləmişəm. Maddi tərəfdən, Hı hı. daha rəfah yaşamaq tərəfdən demək Bəli. istəyirəm də. Çünki bu məlum məsələdir ki, toya gedəndə qazandığını sən teatr aktyoru olaraq qazana bilməzsən Bəli. və yaxud hansısa bir tanınandan sonra çəkildiyin filmdə aldığın qonorarı teatrdan ala bilməzsən. Məlum məsələdir. Amma inşallah ki, onlara da inanıram ki, onlar da olacaq. Amma yenə də sənəti qorumaq Hı sayəsində hı. olacaq. Bəli. Sənətə xidmət eləmək. Bəli. Həm bizdən sonrakılar üçün, çünki fikirləşirəm ki, bizdən əvvəlkilər bu yolu seçib bizə miras qoyublarsa, Hı hı. mən də bu sənətlə məşğulamsa, gah tam dürüst məşğul olmalıyam, yarımçığı da sevmirəm. Bəli. Mən də kiməsə miras qoymalıyam. İnşallah ki, o miras qoyanlardan olum. İnşallah ki. O Qəbul. yolda İnşallah. məncə
irəliləyirsiniz. İnşallah, inşallah. Gəlin indi bir başqa oyun oynayaq sizinlə. Qeyd edəcəyim sözləri ağlınıza ilk gələn sözlə ifadə edin. Aha. Səhv not, Bərbad. rejissor qışqırığı, Təhqir yoxdursa qəbul ediləndir. sevgi, Sənət eşqi, teatr, ikinci ev. pul, Yaşamaq üçün lazımdır. premyera, Aktyorun bayramı, qorxu, teatrı itirmək, teatrdan uzaqlaşmaq. təşəkkürlər. Gözlədiyim cavabları da demək olar ki, verdiniz. İzləyicilərimiz sizi və sənətinizi harda izləyə bilərlər? Akademik musiqili teatrda və Instagram, Facebook, TikTok səhifəmdə. İbrahim bəy, bugün bizə teatrın pərdə arxasındakı o böyük əməyi, xaosu və gözəlliyi hiss etdirdiyiniz üçün sizə çox təşəkkür edirəm. Çox sağ olun. Səhnəniz hər zaman gür alqışlı olsun. Təşəkkür edirəm. Amin inşallah. İnşallah. Əziz izləyicilər, Sənət Günəşində bu gün də bizimlə olduğunuz üçün təşəkkür edirəm. Həyat da bir səhnədir və həyatınızın baş qəhrəmanı olduğunuzu unutmayın. Növbəti buraxılışda görüşənədək sənətlə qalın. Sağ olun.